Alması ilə məşhur olan Quba bu günlərdə məhsul yığımının ən qızğın dövrünü yaşayır. Lakin havaların gah günəşli, gah da yağışlı keçməsi yığım prosesinə ciddi şəkildə təsir edir və məhsuldarlığın azalmasına səbəb olur. Yağışlı hava səbəbindən məhsulu vaxtında yığmaq mümkün olmayıb. Nəticədə 10-15 tonadək alma zay olub. Eyni mənzərə rayonun digər kəndlərində də müşahidə olunur. Fermerlər isə yerə düşən almanı nə satmağa, nə də emal zavoduna çatdırmağa vaxt tapırlar. Zizik kənd sakini fermer Zəfər Ələskərov bildirib ki, 2 hektarlıq alma bağında məhsulun 20-30% yerə tökülüb. Məhsuldarlıq yaxşı olub, amma yağışlar bizə imkan vermir də. Çox yağış keçir, havalar qeyri-sabit keçməsi ilə əlaqədar məhsulumuzu yığa bilmir. Məhsulumuz 50% ağacların dibinə tökülür, onların məhv olub gedir. Yəni hər il belə olur, yoxsa bu il belə olur? Yox, hər il olmur. Keçən il buna nisbətən yaxşı idi, havalar yaxşı keçirdi. Bu il biraz qeyri-sabit keçirdi havalar. İndiyə qədər nə qədər yığa bilmişsiniz? Mən onu hesablamırıq ki, nə qədər yığa bilmişsiniz. Bağımızı qurtarmaq üzrə 1-2 günlük işimiz qalıb. Amma yerə tökülür deyirsiniz. Yerə tökülən, bağımda çox meyvə tökülüb yerə. Bir bağımın paştı 20-30% ağacdakı meyvə yerdədir. Neçə hektar, nə qədər? 2 hektar yerdə. Vardasa bir 10 ton, 15 ton məhsul yerdə batıb gedir. Yığmağa da vaxtımız yoxdur. Bizi zavod istəyir, amma ki vaxtımız yoxdur yığmağa. Zavod neçəyə götürür? Zavod 80 manat, 90 manat tonun götürür. 80-ə 90. Amma adi aldığınız siz neçəyə satırsınız? Adi aldığı o ağacda sağlam vəziyyətdə olsaydı 80 qəpiyə, məsələn 90 qəpiyə belə satır. Yeşiyi neçəyə çıxır onda? Yeşiyi 20 manat. Yağıntılar yalnız Zizik kəndində deyil, həmçinin Vladimirovka, Amsarqışlaq, Alekseyevka kəndləri, Zərdabi qəsəbəsi və digər ərazilərdəki meyvə bağlarında da məhsulun yerə tökülməsinə səbəb olub. Fermerlər bildirirlər ki, bu şəraitdə almanı konserv zavodlarına da təhvil vermək mümkün deyil. Zizik kəndinin digər sakini Qabil Şıxmuradov qeyd edib ki, vacib məsələ meyvəyə vurulan kimyəvi preparatların baha və keyfiyyətsiz olmasıdır. Dərman vasitələri keyfiyyəti əlbəttə olmadı da. Ən əsaslı ki, o geniyə qarşı olan dərmanlarda keyfiyyət vəbşi olmadı. Qiymət də yüksək idi. Qalan dərmanlar belə normal idi. Payız fəslidir, yağış olmalıdır. Belə problem yoxdur, yığırıq. Hava imkan verir, meyvəyə yığırıq. Amma problemi demək olar ki, dərman vasitələrini görmək olar. Çünki bu ilki ildə o genə deyilir də, o yarpağı yeyən. O malcısı üçün çox əziyyət çəkdik. Yəni dərmanın həm keyfiyyəti yox idi, həm də qiymətləri biraz baha idi. Amma belə meyvənin satışında, yığılmasında elə bir problem yoxdur. Payız fəslidir, belə də olmalıdır. Meyvəçilərin problemləri ilə bağlı Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkicilik sektorunun müdiri Tarverdi İsmailov bildirib ki, hazırda rayonda 6782 hektar bar verən alma bağı mövcuddur və yığım davam edir. Oktyabrın 3-ədək rayonda 58200 ton alma yığılıb. Mövsümün sonuna dək isə daha 45 tona yaxın məhsulun yığılacağı gözlənilir. Onun sözlərinə görə almanın satışında hal-hazırda problem yaşanmır. Fermerlər məhsullarını əsasən rayondakı soyuducu ambarlara təhvil verirlər. Tarverdi İsmailov meyvəyə vurulan dərmanlarla bağlı deyilən narazılıqlar da təsdiqləyib. O deyib ki, bəzi özəl sahibkarlar maxinasiya ilə məşğuldular. Vaxtı keçmiş dərmanların etiketlərini cırıb yenisi ilə əvəz edirlər. Belə hallarla bağlı aidiyyatı qurumlara məlumat verilir. Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim Media, Şimal Bürosu.